siz fikir verin, elə məktəb var ki, o məktəbə girəndə elə bir məktəb gülür, sənin üzvə gülür. Amma elə məktəb var ki, elə qapıdan girən kimi ağırlıq hiss eləyirsən. Məktəbdə öyrənmə mühiti ilk növbədə məktəbdəki iqlimdən asılıdır. Məktəb iqlimi deyəndə ikinci anlayışla bu əlaqəlidir, məktəb mədəniyyəti. Bizdə tez-tez bu anlayışları qarışdırırlar. Məktəb iqlimi məktəbdə gündəlik təcrübələrdən mən psixoloji, sosial, yəni emosiyaların qatılması ilə bağlıdır. Bu rutin hər şeydən başlayır. Salamlamadan sonra, məktəbdə rahat məkanın olması, hətta məktəb binasının rəngi, məktəb binasının görünüşü də bu sosial-emosional məsələlərə təsir edir. Mədəniyyət isə daha davamlı, dayanıqlı və kökləri artıq məktəbin tarixinə buraxmış bir məsələlərdir. Bu dəyərlərlə bağlıdır və bu dəyərlər məktəbin nəsildən nəsilə, mən deyəndə nəsillər, həm şagirdlər, həm müəllimlər, həm direktorlar davam edir. Və bu dəyərləri məzunlar özləri ilə aparır, məktəbin məzunları ilə aparır. Və nə qədər müsbət, nə qədər pozitiv, açıq məktəb iqlimi formalaşırsa, yəni burada hər uşaq hiss eləyir ki, ona kömək edəcəklər. Ümumiyyətlə, sinifdəki qurulmuş münasibətlər, uşaqlar arası olan münasibətlər, məktəb müəllimlərin ümumi münasibətləri bir-biri ilə, məktəb direktorun müəllimlərlə ünsiyyəti və biz burada bir dənə də məsələyə gəlirik, məktəb liderliyi, həmin müsbət, dəstəkləyici, mühitin yaradılmasında rolu nədən ibarətdir? Bizdə tez-tez məktəb direktorlardan soruşanda sizin məktəbimizin uğuru nədən ibarətdir? Əksəriyyəti belə göstəricilərdən danışır ki, bu il bizim məktəbimizdən filan qədər uşaqlar, bizim məzunlarımız filan universitetlərə, filan ali təhsil müəssisələrinə qəbul olunub. Ən yüksək bal toplayan şagirdlərimizin sayı bu qədərdir və s. Düzdür, bu əlbəttə ki, təhsillə, tədrislə bağlı olan proseslərdir və bu göstəricilər çox vacibdir. Amma eyni zamanda gəlin fikirləşək, bəs bu həmin məktəbdə, hətta nəinki əlaçı, zəif oxuyanda uşaq özünü necə hiss eləyib? Həmin məzun məktəbi tərk eləyəndə hansı hisslərlə bunu tərk eləyir? O qayıtmaq istəyərmi məktəbə? Ya da o, məsəl üçün, mənim tələbələrim həmişə deyirlər, çoxu deməzdim, amma bir nəfər də belə olsa deyəndə ki, mən məktəbimə heç vaxt getmək istəmirəm. Çünki mən orada keçirdiyim hisslər mənim üçün indiyə qədər travmatik hisslərə çevrilib. Əlbəttə ki, bu məsələ gəlir çıxır bir dənə də vacib fəaliyyətə. Məktəbdə bu davamlı şəkildə aparılmalıdır. Sosial-emosional öyrənmə. Sosial-emosional öyrənmə, tez-tez bu termini istifadə edəndə mənə müraciət edirlər ki, məktəb psixoloqu bu ilə məşğul olmalıdır. Xeyr, bu təkcə məktəb psixoloqunun səlahiyyətinə daxil deyil. Bu bütöv məktəb ünsiyyət mədəniyyətini yaratmalıdır. Bu ünsiyyət mədəniyyəti, bilirsiniz, tez-tez məsəl üçün məktəb rəhbərləri deyirlər ki, mənim üçün məktəb belə bir ailədir. Mən onların qayğısında qalıram. Mən özümü ailənin başçısı kimi hiss eləyirəm. Qəbuldur, yaxşıdır. Əlbəttə ki, ailədə keçirdiyimiz qayğı hissləri, istilik hissləri, mehribançılıq məktəbə də şamil ola bilər. Amma biz burada peşəkar münasibətlərdən söhbət gedir, peşəkar kommunikasiyadan söhbət gedir. Yəni, konflikt yaradılanda məktəb direktoru, məktəb müəllimləri, böyüklər, kiçiklərə nümunə olurmu ki, bunu konstruktiv vəziyyətdə şəkildə biz necə həll edə bilərik? Bu birinci. İkinci, kommunikasiyada təkcə, məsəl üçün, bayramlarda yox, ümumiyyətlə, davamlı şəkildə bu rahatlıq, sonra, məsəl üçün, tez-tez indi pozitiv psixologiyada, pozitiv təhsildə belə anlayış istifadə olunur ki, xoşbəxt məktəb. Ümumiyyətlə, məktəbdə xoşbəxtlik göstəricisi. Mən Azərbaycan dilində bu deyərdim ki, məmnunluq hissləri, məsəl üçün. Yəni, pozitiv, yəni müsbət dərəcə hansı formada məktəbdə tətbiq
olunur. Ünsiyyətdə, münasibətlərdə və bu seçici deyil. Tez-tez bizdə müəllimlər, məsəl üçün, yaxşı oxuyan uşaqlara müsbət münasibət göstərirlər, onları qabağa çəkirlər və bizim yadımızdan çıxır ki, axı bunu müşahidə edən, buna baxan başqa şagird var. O da müəllimdən diqqəti gözləyir. Ola bilsin ki, hansısı məsələdə zəifdir, ola bilsin ki, dərsdə o qədər də uğurlu deyil. Bəlkə elə onun uğursuzluğu bu diqqətsizlikdən gəlir. Bu səbəbləri müəllimə əlbəttə ki, izləməlidir və burada müəllimənin sosial, emosional səriştəliyindən söhbət gedir. Sadəcə ailə qayğısından söhbət getmir, ailə qayğısının göstərilməsindən gedir. Peşəkar kompetensiya, kommunikasiya səriştəsi nədən ibarətdir? Müəllimə əlbəttə ki, izləyib, müəyyən verbal, yəni sözlü, sözsüz, qeyri-verbal uşaqlarda əlamətləri oxuyub yoza bilməlidir. Bu birinci. İkinci, daxilən müəllimə çətinliyə düşən şagirdə kömək eləməyə hazır olmalıdır. Və bu təkcə akademik, yəni akademik müvəqqətlərlə, yəni tədrislə bağlı deyil. Adi hadisələr ola bilər, adi məsəl üçün situasiya ola bilər ki, hansı ki tədrislə bağlı deyil, amma məktəbdə baş verir. Uşağa baxaraq bu məsələləri izləyir, müşahidəçilikdir burada çox vacibdir ki, müəllimə belə bir müşahidələri apara bilirmi ya yox. Eyni zamanda burada bir dənə də maraqlı məsələ ortaya çıxır ki, həmin sosial-emosional müəllimin diqqətliyi, yəni bacarığı harda və necə formalaşdırıla bilər? Tez-tez bizdə təcrübəli müəllimlər səhv edərək, düz hərəkət edərək, yəni burada təsadüflə görsən ki, 20 il, 25 ilin müəlliməsi bu səriştəni özündə formalaşdırır. Amma əslində bu pedaqoji universitetdə daxil olunan bir fən olmalıdır. Müəllimlərdə sosial, emosional bacarıqların formalaşdırılması. Və gəlib çıxır məsəl üçün belə məsələyə ki, tələbə, qəbul olunan müəllim tələbə bu fəni təkcə fən kimi yox, tətbiq də eləməlidir, pedaqoji praktika da eləməlidir və müəllimin əlində müəyyən alətlər olmalıdır. Təkcə müəllimin yox, məktəbin əlində, məsəl üçün belə bir anlayış var, rifah termometri. Rifah termometri məktəblərdə ölçülər aparılır, xüsusi sorğuların vasitəsilə. Belə sorğunu müəllim öz sinifində apara bilər. Özdə bu davamlı şəkildə aparılmalıdır, müqayisələr aparılmalıdır və eyni zamanda məsəl üçün sonda, ilin əvvəlində, ilin sonunda həmin göstəricilər müqayisə olunub, bizə xəbər verir ki, uşaqlarda hansı dəyişikliklər olub, hansı müsbət dəyişikliklər olub, ya da ola bilsən ki, mənfi dəyişikliklər olub. Mən burada onların psixoloji durumu nəzərdə tuturam. Təkcə jurnalda qiymətlərdən söhbət getmir. Məktəb direktoru məktəb üçün, məktəbin icması üçün rol modelinə çevrilir. Yəni ona baxaraq, o necə salam verir, o necə müraciət eləyir, hansı dərəcədə onun müraciətində hər müəllimə, şagirdə, onun statusundan asılı olmayaraq hörmət var. Və bu bərabərlik çox vacibdir ki, məktəb direktoru həqiqətən salam verəndə, mehriban münasibət göstərəndə o hansı burada mesaj çatdırılır ki, biz bir yerdəyik və biz birgə olaraq burada işimizi görürük. Məktəb direktoru müəllimlər üçün, şagirdlər üçün də nümunəyə çevrilir. Həmin rol modelinə çevrilir. Müəllimlər şagirdlər üçün, müəllimlər arası münasibətlər. Yəni mən burada iyerarxiyanı istəməzdim ki, inzibatı üçbucaq kimi quraq ki, vəzifə görə kimsə yuxarıdadır, yavaş-yavaş düşür aşağı. Bu demək olar ki, dairədir. Və bu dairədə hamı bir-biri ilə eyni məsafədədir. Mən burada psixoloji məsafəni nəzərdə tuturam. Və bu münasibətlər konkret bir məkanda baş verir. Fiziki məkan, əlbəttə ki, məsəl üçün siz fikir verin, elə məktəb var ki, o məktəbə girəndə elə bir məktəb gülür, sənin üzvə gülür. Amma elə məktəb var ki, elə qapıdan girən kimi
ağırlıq hiss eləyirsən. Və bu ağırlıq həmin emosional tondur. Çox vacib məsələdir. Buna fikir vermirlər ona. Amma ton o deməkdir ki, həqiqətən ola bilsin ki, bildirilməyən, görünməyən, amma bu işarələr məktəbdə hansı dərəcədə sənə xoş gəlmisən mesajı göndərilir. Hansı dərəcədə bu məktəb hazırdır ki, səni qəbul eləsin. Uşaqlarda bu qəbul etmə çox vacib rol oynayır. Nəinki uşaqlarda, böyüklərdə də, hər adamda. Bu hiss vacib bir hissdir. Bu da emosiyalarla bağlıdır ki, mən burada özümü rahat, mən həqiqətən ailə məsələsində yenə də toxunum, doğmalıq yaranır. Amma bu doğmalıq əlbəttə ki, biz həmişə bunu nəzərdə tutmalıyıq ki, bu doğmalıq rəsmi münasibətlərdə özünü göstərməlidir və ilk növbədə mən məhəbbət yox, mən deyərdim ki, hörmətlə bağlıdır. Səhv buraxıla bilər və burada heç bir belə böyük bir faciə baş vermir. Bu qayda çox vacib qaydadır ki, çünki uşaqlarda səhv etmək qorxu onlarda birinci stresin səbəbinə çevrilir. Və bu qorxu onların yaradıcılığını, onların daxili sərbəstliyin qabağını alır. İndi yeni həyat bilgisi dərslikləri hazırlanır və orada məsəl üçün mövzulardan biri, çünki bu ibtidai sinifdən tədris olmalıdır. Mövzulardan biri səhv etmək olar. Yəni bu səhv etmək böyük bir belə cinayət deyil. Yəni aydındır ki, hər cavabı biz ideal ya da düz hesab edə bilmərik. Və bu o demək deyil ki, məsəl üçün biz yolu açırıq ki, hə, indi sən necə istəyirsən, nə istəyirsən cavablar verə bilərsən. Bu o deməkdir ki, daxili sərbəstlik verilir ki, və bir dənə də çox vacib mənə elə gəlir ki, məsələ var ki, uşaq riskə getməyə öyrənir. Riskə gedən insan gələcəkdə həqiqətən yeniliklərə nail olmağı şansı daha çoxdur. Nəinki qapalı, həm hər addımın üstündə düşünən, fikirləşən ki, bir də səhv eləyərəm, mənim səhvimə görə mənə aşağı qiymət yazılacaq, mənə hansısa belə cəza verilməsi psixologiyası formalaşır. Bu əlbəttə ki, müəllimin şagirdlərlə sərbəst, açıq dialoqun qapısını bağlayır.